Salam, xoş gördük hər birinizi. Bugün bir səhvlik haqqında danışacağıq. Demək, çoxlarınızın hazırlaşdığı vəsaitlərdən birindən, vəsaitin adını demirəm. Yəni burada yazılır ki, vəsaitlərin çoxunda bu cür yazılıb. Yazılıb ki, idi imiş hissəcikləri samitlə bitən feillərə qoşulduqda həm ayrı, həm bitişik yazılır. Saitlə bitən feillərə bir də digər hissələrinə qoşulduqda həmişə ayrı yazılır. Yəqin ki, görürsünüz də. Bu da dərsliyimizdir. 7-ci sinif Azərbaycan dilindən 7-ci sinif dərslik və bilirik ki, bizə qəbulda əsas götürülən dərslikdir. Dərslikdə isə yazıb ki, idi imiş köməkçi sözləri samitlə bitən feillərə qoşulduqda adətən bitişik yazılır. Görürsünüz, burada yazıb ki, samitlə bitən feillərə qoşulduqda həm ayrı, həm bitişik. Saitlə bitən feillərə qoşulduqda isə həm bitişik, həm də ayrı yazılır. Görürsünüz, saitlə bitənlərə qoşulduqda həm bitişik, həm ayrı. Burada isə yazıb ki, saitlə bitən feillərə qoşulduqda həmişə ayrı yazılır. Əsas məsələ dərslik götürülür deməli. Deməli, bizə bilməyimiz gərəkən qayda budur ki, idi imiş köməkçi sözləri samitlə bitən feillərə qoşulduqda adətən bitişik yazılır. Saitlə bitən feillərə qoşulduqda isə həm bitişik, həm ayrı yazılır. Digər nitq hissələrinə qoşulduqda da əsasən neyinir? Ayrı yazılır və burada yazıb. Lakin bu da dərslikdə verilibsə, deməli bu bizim qəbulumuza da düşə bilər. Yazıb ki, lakin bədii ədəbiyyatda, xüsusilə folklor nümunələrində onların tələffüz qaydasına uyğun yazılmasına tez-tez rast gəlmək olar. Biri vardır, yəni görürsən başqa nitq hissələrini artırılanda biri yoxdur. Deməli, başqa nitq hissəsini artırılanda da şifahi xalq ədəbiyyatında rastımıza çıxa bilər. Hətta o da bəzən bitişik yazıla bilər. Bir daha təkrarlayıram, vəsait yox, bizə əsas vacib olan dərslikdir. Dərslikdə də verir ki, samitlə bitən feillərə qoşulduqda adətən bitişik yazılır. Saitlə bitən feillərə qoşulduqda isə idi imiş, həm bitişik, həm də ayrı yazılır. Digər nitq hissələrinə qoşulduqda isə adətən ayrı yazılır. Şifahi xalq ədəbiyyatında bax bu tipli biri vardır, biri yoxdur. Folklor nümunələrində bitişik də yazılan nümunələri var. Və buna diqqətli olub bu səhvliyi etməmək lazımdır. Sağ olun.